Herkese yeni videodan salamlar. Bugün bulvara gəzintiyə gedirdik. Gördüğünüz kimi bütün nəsil maşına doluşmuşuq yenə hər zamanki kimi və dedim bugündən kiçik bir vlog çəkim. Bulvara gəldik və düşündük ki, ilk öncə tez gəlmişkən gedək gəmiyə minək. Yəqin ki, növbə olmaz. Çünki uşaqları aparmaq istədiyimiz karusellə ilə gəmi arasındakı məsafə də çoxdur. Ona görə düşündük elə ən yaxşısı birinci gəmiyə getsək yaxşıdır. Ancaq 45 dəqiqə növbə gözlədik. Bilet alarkən də, gəmiyə minərkən də çoxlu növbə var idi və bu axşama qədər də bu cür davam etdi. Daha sonra isə Pak bulvarı yemək yeməyə gəldik. Çünki bulvarın daxilində olan restoranların hamısı sadəcə yanından keçərkən gözəl idi. Yemək yedikdən sonra gördüyünüz kimi uşaqlar özlərinə gəldilər. Hərəsi şou göstərirlər bir tərəfdən. Nərmin də hər zaman kimi mənim kameramın önündə. Və indi isə gedirik uşaqlı böyüklü hamımızın böyük bir maraqla görmək istədiyimiz bulvardakı o Wonder Parka. Güman edirəm ki, adını düz dedim. Buranı çox bəyəndik. Uşaqlar da çox sevdilər. Hələ ki, bu şirin maşınlar ən sevdiyim atraksiyonlar idi doğrudan da. Çox şirin, çox gözəl idi. Uşaqlar da çox bəyəndi. Buranı bütün atraksiyonları minib istifadə etdilər. Atraksiyonların qiyməti 3 manatdır. Bir bilet alırsınız və istifadə edirsiniz. Körpə uşaqlar üçün də kiçik maşınlar var idi oynamaq üçün. Onlar da jetonla idi. Qiyməti isə 50 qəpik.